Salam, hər vaxtınız xeyir olsun dostlar. Gördüyünüz kimi Çanqan Unica avtomobili motorun səsi ilə bağlı yaxınlaşmışdı ki, ümumiyyətlə Çanqanlarda bir çox Çanqanlarda bu kimi səslər olur. Loroza desək, taqqıltı səsi var motorda. Maşının hal-hazırki probeqi 45 min probeqdir, amma 25 min probeqdən taqqıltı səsi gəlirdi. Bunun görə mühərrikdə maxavikə kimi dəyişiblər, Ferroçaşka kimi dəyişiblər, amma o problemi aradan qaldıra bilməyiblər. Motor bizə yaxınlaşdı, biz baxdıq ki, motorun özündə problem var və açdıq, baxdıq ki, gözlə görülməyəcək bir dərəcədə korenoy klavişlərdə genişlənmə baş verir. Korenoy klavişlərdə, yəni bunun sürməyə, sürücüyə heç bir dəxli yoxdur. Demək olar ki, zavod defektindən bağlı bir problemdir. Korenoy klavişlərdə genişlənmə baş verdiyinə görə biz korenoy klavişi dəyişdik. Hal-hazırda İlyas Usta motoru yığıb, hazırda demək olar ki, bugün axşama inşallah ki, üstünə qoyacağıq. Sağ olun.